Bugünkü dərsdə biz çıqqıltıya, qoşa çıqqıltıya, sağ düymənin nə işə yaradığına, ondan sonra pəncərənin növlərinə və qovluq tiplərinə baxacağıq. Gəlin birinci biz başlayaq çıqqıltıdan. Çıqqıltı deyəndə biz sıçanın sol düyməsinin basılmasını, sıxılmasını nəzərdə tuturuq. Bizdə çıqqıltı nə üçündür? Çıqqıltı hər hansı bir obyekti seçmək üçündür. Məsələn, gəldim, üstə vurdum və bizdə zoom proqramının simgəsi seçildi. Bu bizdə çıxıldı. Yəni, hər hansı başqa birində vura bilərəm. Və yaxud da bu, və yaxud da digər biri. Seçmək üçün istifadə olunur. Əgər biz çıxıltını tapşırıq panelinin üzərində işlətsək, məsəl üçün ki, burada işlətsək, bir dəfə sıxmaqdan, yəni bir dəfə çıxıldatmaqdan açırıq. Çünki burada cəlb müraciət üçün nəzərdə tutulubdur. Sonra bizdə var qoşa çıxıltı. Qoşa çıxıltı faylları və yaxud da qovluqları açmaq üçün nəzərdə tutulur. Məsəl üçün, gəldik, qovluğu üstə çıxıldatdıq, qovluğu açdıq. Və yaxud da hər hansı birinin üstə çıxıldatdıq və onu açdıq. Qoşa çıxıltı ilə. Yəni, çıxıldatdıq deyəndə qoşa çıxıltı. Sonra bizdə nə var? Sol düymənin sıxılıb, saxlanılaraq sıçanın hərəkət etdirilməsi. Yəni, mən hər hansısa bir failin üstünə kursoru gətirdim, sıçanın göstəricisi, yəni kursoru gətirdim. Sol düyməni sıxdım, çıxıldatmadım, sıxdım, saxladım və sıçanı hərəkət etdirirəm. Bu zaman bizdə görürük ki, simgənin yeri dəyişmiş oldu. Simgənin yerini dəyişdik. Buna qədər aydındır. Bu, əksəriyyətimizin bildiyi hərəkətlərdir. Sadəcə dərsdə istədim bir də vurğulayım. Sonra bizdə kontekst menyu var. Kontekst menyu nədir? Kontekst menyu sağ düyməni sıxarkən açılan menyuya deyilir. Burada biz hər obyektin, onu deyim ki, özünə uyğun kontekst menyusu var və hər obyektin üzərində hansı əməliyyatları aparmaq olar, onu göstərir. Bu, bizdə gördüyümüz hazırda iş masasının kontekst menyusudur. Məsəl üçün, hər hansı bir qovluğun üstə sağ düymənin kontekst menyunu açıram, burada daha çoxdur. Və yaxud da tapşırıq panelinin kontekst menyusu ümumiyyətlə fərqli görünüşə malikdir. Ya da ki, səbətin kontekst menyusu bizdə daha qısadır. Fərqi yoxdur. Hər hansı biri olsa, məsəl üçün gördüyümüz kimi, hərəsinin özünə uyğun kontekst menyusu var. Biz kontekst menyunun nə işə yaradığını Windows bələdçisi dərsində daha ətraflı öyrənəcəyik. Hələ ki, bura qədər bildik ki, kontekst menyu bizdə sağ düymədən açılır və üzərində müxtəlif əməliyyatlar saxlayır. Onu bilsək, hələ ki, bəsimizdir. Sonra gəldik qovluqlara, qovluq tiplərinə. Bizdə qovluqları, əvvəlki dəstədə bildik ki, qovluqlar özündə faylları saxlayır, qovluqları saxlayır. Kataloqlardır deyək də, Windows əməliyyat sistemində kataloqlardır. Bəs qovluğun hansı növləri var? Gəlin baxaq. Burada açdım. Bunlar bizdə sadə qovluqlardır. Yəni, istifadəçilər tərəfindən yaradılan qovluqlardır. Bizdə boş qovluq bu şəkildə görsənir. Yəni, sadəcə qovluğun üz qabığı kimi deyək də, simgəsi o şəkildədir. Digərlərində isə faillər var. Bunlar da bizdə dolu qovluqlardır. Dolu qovluqlara baxsaq biz, görərək ki, məsələn, burada bizdə içində sənədlər, qovluğun adını içindəki faillərə uyğun qoymuşam. Burada baxsaq, görərək ki, içində sənədlər var. Baxsaq, görərək ki, içində musiqi faili var, içində qrafik obyektlər, yəni şəkillər var, videolar var və s. Yəni, qovluq dolu olanda içində daha çox hansı fail var, onu göstərir. Mesela burada musiqi failidir, musiqi səs failidir daha doğrusu, belə deyək, musiqi şəklindən göstərir. Bunlar bizdə oldu dolu qovluqlar, bu da oldu bizdə nə? Boş qovluq. Sonra bizdə var sistem qovluqları. Sistem qovluqları bizdə hansılardır? Daha doğrusu xüsusi qovluqlar da deyirlər buna, sistem qovluq. Baxır, müxtəlif mənbələrdə müxtəlif cür xüsusi qovluqlar deyək. Xüsusi qovluqlar kompüterin əməliyyat sistemi quraşdırılarkən avtomatik yaradılan qovluqlar. Yəni, bunu biz yaratmırıq. Kompüterin avtomatik yaranmış qovluqlardır. Hansılardır? Bir-bir mən burada kənara yığacam ki, burada seçək. Birinci gəlir bu kompüter qovluğu. Bu kompüter qovluğu bizdə nə üçün istifadə olunur? Bu kompüter qovluğunda bizdə kompüterə qoşu olan yaddaş qurumları görsənir. Açdıq. Baxırıq ki, bizdə C və D məntiqi diskləri və Y disk sürən qurğusu, DVD disk qurğusu yerləşir. Məntiqi disk nə idi adını xatırlayaq? Nə idi? Məntiqi sadəcə
kompüterin daxilində fiziki olmadan böyle. Aha, yəni fiziki olaraq bu ikisi eyni bir sərt diskin daxilində yerləşir, sərt diskə aiddir və sadəcə biz onu proqram vasitəsilə məntiqi olaraq bölürük ki, bir sərt diski iki hissəyə bölmüş oluruq. Məsəl üçün, flash yaddaş taxıram kompüterə. Bu tərəfdən, digər tərəfdən. Əlim öyrəşməsi kompüterlə. Aha. Avtomatik pəncərə açılacaq indi, bunu bağlayırıq. Aha, gördük, flash yaddaşı taxdıq. O da bizdə ayrıca bir disk qrupusu kimi görsəndi. Və biz deyirdik ki, disklərin yaddaş qruplarının adlandırılması üçün biz latin əlifbasının baş hərfindən və qoşa nöqtədən istifadə edirdik də. Bunu failin yolunda bilmişdik. C diski, D diski, Y disk qrupusu və F. F də bizdə sıra ilə gəlir də. Bundan sonra birini də taxsam C olacaq və s. Latin əlifbasının baş hərflərindən işarələnir. Biz hər hansı bir yaddaş qrupusunu açmaq üçün üzərində onu 2 dəfə sıxırıq və yaxud da sağ düyməni vurub kontekst menyudan aç əmrini seçə bilərik. Və bizdə nə etdi? Həmin yaddaş qrupusunu açmış oldu. Və yaxud da C diskinə baxaq və s. Həmçinin tutaq ki, DVD disk qrupusunu açmaq istəyiriksə, sağ düyməni vurub aç əmrini seçirik və fikir verin, bizdə DVD disk qrupusu açılmış oldu. Bizdə Windows əməliyyat sistemi susmaya görə C diskinə yüklənir. Yəni ki, burada konkret bir məhdudiyyət yoxdur ki, ancaq C diskinə yüklənə bilər. Amma belə bir şey var ki, rahat tapılsın, hamı üçün aydın olsun deyə adətən kompüterə əməliyyat sistemi yazılanda məntiqi disk C sistem diski kimi seçilir. Yəni ki, fərqi yoxdur, kompüter format olundusa və yaxud da kompüter FreeDOS-dan gəlirsə, biz təzədən əməliyyat sistemi yazırıqsa, D də yaza bilərik və yaxud da bölüb ayrıca G falan digər disklərə də yaza bilərik. Amma adətən əməliyyat sistemi quraşdırılır hara? C məntiqi diskinə quraşdırılır. Yaxşı. Baxaq, xüsusi qovluqlardan başqa nə var? Xüsusi qovluqlardan bizdə gəlir səbət. Səbətdən bir çoxumuz tanışıq. Səbət bizdə, o bir qədər də ölçünü böyüdü. Səbət bizdə nə üçündür? Silinmiş failların saxlanılması üçün. Yəni biz hansısa bir faili siləndə avtomatik olaraq o düşür hara? Səbətə. Açsaq, biz hazırda səbətin içində baxırıq. Səbətdə bizdə əvvəllər sildiyim qovluqlar və faillər var. Daha çox burada qovluqlardır. Biz hansısa qovluğu bərpa eləmək istəyiriksə, sadəcə üstündə sağ düyməni vururuq və bərpa et əmrindən istifadə edirik. Bu zaman qovluq hansı qovluq və yaxud faildə silinmiş obyekt deyək. Silinmiş obyekt hansı qovluqdan silinibsə, ora yerinə qayıdır, bərpa olunur. Və yaxud da biz səbəti boşalt əmrindən istifadə edərək səbətdəki bütün obyektləri bir dəfəlik silə bilərik. Bunun üçün səbətin üstündə sağ düyməni vuranda açılan kontekst menyudan da səbəti boşalda bilərik. Hazırda səbətə baxın, nə görürük? Səbət dolu, belə deyək, dolu şəkildədir də. Sağ düyməni vurduq, səbəti boşaldı əmrindən istifadə elədik və səbət bizdə boşalmış oldu. Boş səbət bu şəkildə görsənir. Sonra bizdə gəlir istifadəçinin şəxsi failləri. İstifadəçinin şəxsi faillərinin konkret bir adı yoxdur. Kompüterdə hansı istifadəçi açıqdırsa, həmin istifadəçinin özünün adından götürülür. Burada baxsaq, ad fərqlidir. Yəni, standart bir ad yoxdur, sənin kompüterdə başqadır və bir kompüterdə ayrı-ayrı istifadəçi hesabların hərəsinin özünün adına uyğundur. Burada nədir? Burada bir neçə sistem qovluğu var və kompüterdə olan, yaradılan faillər susmaya görə bu qovluqlara düşür. Susmaya görə nədir? Bu, sizin üçün ola bilsin yeni bir anlayışdır. Yəni, standart olaraq biz əgər heç bir şey dəyişməmişiksə, standart olaraq bura düşür. Məsəl üçün, internetdən tutaq ki, biz bir fail yüklüyük, bir şəkil yüklüyük. Hara düşəcək? Yükləmələr qovluğuna. Əlbəttə ki, biz faili yükləyən zaman yüklənən qovluğu asanlıqla dəyişə bilərik. Amma heç nəyi dəyməmişiksə, hara düşür? Yükləmələrə. Və yaxud da kompüterdə yaratdığımız hansısa bir şəkil, internetdən yüklədiyimiz demirəm, kompüterdə yaratdığımız hansısa bir şəkil yadda saxlanılan zaman susmaya görə şəkillər qovluğuna düşür. Yəni ki, susmaya görə yenə deyirəm, standart olaraq deməkdir.
Yəni ki, heç bir şey dəyişmirsə standart budur. Eyni bizdə sənədlər, video və s. kimi hamısına aiddir. Aydındır? Sonra bizdə gəlir idarəetmə paneli. İdarəetmə panelinin haqqında da biz ayrıca bir ətraflı dərs keçəcəyik. Sadəcə indi nə olduğunu deyim. İdarəetmə panelində bizdə kompüterin tənzimləmələri və yaxud da sazlamaları deyək, yerləşir. Yəni ki, biz kompüterdə hər hansı bir dəyişiklik eləmək istəyiriksə, sistem dəyişikliyi falan eləmək istəyiriksə, burada olunur. Standart olaraq açanda kateqoriya rejimindədir. Biz onu dediyim kimi ətraflı keçəndə tam aydın izah eləyəcəyik növbəti dərslərdə. Açanda bu şəkildə görsənir və burada hər bir ayar, müxtəlif ayarlar, daha doğrusu oxşar ayarlar qruplaşdırılaraq qruplar şəklində verilir. Məsələn, saat və region dəyişiklikləri üçün biz saat və regiona girdik və s. Və bizdə bir də var şəbəkə. Şəbəkə də bizdə kompüter şəbəkəyə qoşulan zaman şəbəkə üzərindən paylaşılmış belə deyək, qovluqlardır, fayllardır, alətlərdir. Bunları görməyə və şəbəkəyə qoşulmuş kompüterləri görməyə imkan verir. Bir də bizdə kitabxana qovluqları var, kitabxanalar var. Eyni yuxarıda göstərdiyim bunlardan uyğun gəlir. Bura qədər aydındır. Bura qədər kimin sualı var? Onda keçək pəncərəyə də baxaq. Bununla da 7-1-ci mövzunu tamamlayaq. 7.1-ci mövzunu. Okey. Pəncərə nədir? Onu deyək ki, Windows əməliyyat sisteminin adından da görsəndiyi kimi, adı ingilis dilində bildiyiniz kimi tərcümədə pəncərələr gedir. Biz Windows əməliyyat sistemində hansı işi görürüksə, nə iş görürüksə, hamısı bizə nədə görülür? Pəncərələrdə görülür. Yəni, hər bir iş bizdə pəncərələrdən yerinə yetirilir. Baxaq. Məsəl üçün, sadə bir proqram axtaraq. Notepad, bunu axtaraq. Ən sadəsi budur. Pəncərəsi açıldı bizdə. Bu Notepad proqram pəncərəsidir, amma bütün əksər pəncərələrin quruluşu eynidir. Oxşar. Hansı düymələri var? Pəncərəni bağlamaq üçün düymə var ki, yaxşı tanıdığımız X düyməsi də deyirik. Pəncərəni bağlamaq üçün olan düymə, bunu sıxarsaq pəncərə bağlanır. Sonra pəncərənin ölçüsünü maksimallaşdırıb, sonra da əvvəlki vəziyyətinə qaytaran düymə. Bu düymənin iki cür vəziyyəti var və uyğun şəkildən, uyğun simgə ilə təmsil olunur. Bir dənə düzbucaqlıdırsa biz onu sıxan zaman maksimallaşacaq. Qoşa düzbucaqlıdırsa biz onu sıxan zaman pəncərənin ölçüsü əvvəlki vəziyyətinə qayıdacaq. Bir də pəncərəni tapşırıq panelinə bükmək üçün düymə var. Biz bunu vurarkən fikir verdiniz, pəncərə aşağı büküldü. Qayıdıb təzədən açırıq. Vurarkən aşağı bükülmüş olur. Sonra pəncərənin var başlıq sətri. Başlıq sətrində bizdə pəncərənin, yəni daha doğrusu açılmış faylın və yaxud da proqramın adı görsənir. Həmçinin biz başlıq sətrindən, başlıq hissəsindən tutub pəncərəni hərəkət elətdirə bilərik. Nətər ki, bayaqları biz obyektlərin, simgələrin yerini dəyişirdik. Eləcəni də buradan tutub pəncərəni hərəkət elətdirə bilərik. Hə, sola çəkəndə sola, sağa çəkəndə sağa yapışır deyək. Bu funksiyalar var. Sonra bizdə gəlir menyu zolağı. Menyu sətri deyə bilərik. Burada müxtəlif menyular var. Faylla və yaxud da pəncərə ilə işləmək üçün müxtəlif menyular var. Sonra bizdə var pəncərənin çərçivəsi. Biz pəncərənin çərçivəsindən tutub pəncərəni sağa, sola genişləndirə bilərik. Yuxarı, aşağı, hər tərəfində 8 cür bizdə genişləndirmə var da. Məsələn, və künclərdən tutanda iki tərəfə də eyni anda istədiyimiz kimi rahat hərəkət elətdirə bilərik. Hərəkət etdirməkdən daha doğrusu ölçüsünü dəyişdirə bilərik. Aydındır? Bir də bizdə var nə? Sürüşdürmə zolağı. Bir dənə. Bizdə fayllar var və fayllar hamısı pəncərəyə sığmır. Sağ tərəfdə bizdə sürüşdürmə zolağı var. Biz üzərindən tutub sıxıb aşağı çəkməkdən fikir verirsiniz, siyahını aşağı çəkmiş olur. Yəni aşağıdakı fayllara baxa bilirik. Bunu həmçinin biz sıçanın buradan tutub çəkmədən sıçanın təkəri fırlanmaqdan, irəli geri fırlanmaqdan təkəri nə edirik? Dəyişdirmiş oluruq. Necə? Hə də,
Ox tuşlarından da gedir, ox tuşlarından fail seçilə-seçilə gedir. Yəni o tam olaraq bu şəkildə deyil, sən bunu deyirsən. Fail seçilə-seçilə gedir. Faillər yenə də faillər seçilə-seçilə gedir. Yəni ki, biz hər dəfə daha yuxarıdakı, məsələn, yuxarı gedirəmsə, hər dəfə daha yuxarıdakı faili seçmiş oluruq. Ola bilər, harasa fərqli üsul görübsən. Okey. Kimin sualı var? Kim nəyi başa düşmədi?